Rusiyanın qurucu imperatoru 1-ci Pyotr ölümündən bir neçə ay əvvəl özündən sonrakılar üçün vəsiyyətnamə yazır və deyir ki, qoy mənim xalqım mənim bu vəsiyyətnaməmə əməl etsin. O gündən bu günə Rusiyanın bütün rəhbərləri və siyasətçiləri bu vəsiyyətə əməl etməyə çalışırlar. Vəsiyyətnamə sadəcə bir hökmdarın arzusu deyildi. O, gələcək nəsil Rus çarlar üçün bir yol xəritəsi idi. Lakin bu işğalçı vəsiyyət təkcə Rusiyanın deyil, bütün region xalqlarının taleyini dəyişdi. Onun nəticəsində onlarla xalq azadlığını itirdi. Dövlətlər dağıldı, sərhədlər qanla yenidən çəkildi. 1-ci Pyotr vəsiyyətnaməsinə belə başlayıb. Bütün övladların bir-birindən sonra Avropa ölkələrində hökmran olacaqlar. Çünki Avropanın bütün dövlət quruluşu köhnəlib. Lakin Rus səltənəti inkişaf edir. Bu inkişafı biz ağılla qazanmışıq. Mən aşağıdakı sözlərimi vəsiyyətnamə şəklində yazıram ki, gələcək nəsillərimizin əlində bir təlimat olsun. 1725-ci ildə yazılmış və 13 il sonra 1738-ci ildə ilk dəfə üzə çıxarılaraq çap olunan 1-ci Pyotrun vəsiyyətnaməsini təqdim edirik. Pyotr yazır: Rus dövləti həmişə müharibə müvazinətini saxlamalı və çalışmalıdır ki, bu hazırlıq Rusiyanın tərəqqisinə səbəb olsun. Müharibə zamanı Avropa dövlətlərində mümkün qədər hərbi sərkərdələri, sülh zamanı isə elm adamlarını Rusiya cəlb etməli. Avropa ölkələri arasında həmişə fitnə fəsad törətmək, ziddiyyət salmaq və bu işdə onların biri ilə mütləq əlbir olmaq lazımdır. Xüsusilə Alman xalqı arasında ixşaşlar düşən zaman fəal mövqe tutmalı, çünki onlar bizimlə həmsərhəddirlər. Polşada ixşaş və qarşılıqlıq salmalı, onların əyanlarına xəstəlik etmədən rüşvət verib dəyanətini pozmalı, dövlət işinə zərbə vurmalı, əskər gətirib orada yerləşdirilməlidir. Əgər etiraz edərlərsə, Polşadan torpaq kəsib onlara sükut payı verməli. İş tamam olandan sonra isə o parçanı geri almalı. Qeyd edək ki, Polşa üçün yazılanları Rus hökuməti sonralar həm də Qafqaz və digər yaxın respublikalar üzərində həyata keçirdilər. Pyotr vəsiyyətnaməsinin 5-ci bəndində belə davam edir. İsveç və Norveç ölkələrində bir istinad məntəqəsi əldə etməli. Onların valisi əlimizdə olarsa, elə çalışmalı ki, İsveç, Norveç və Danimarkaya düşmənçilik toxumu səpilsin. Rusiya şahzadələri Almaniya əsilzadələrindən, nüfuzlu adamlardan, valilərdən və rütbə sahiblərindən qız almağı unutmamalıdır. Belə qohumluqların bizə həmişə xeyri var. İngilis hökuməti ilə ittifaqda olub əlaqəni möhkəmləndirin. Çünki bu ticarət işində və dövlətin idarə edilməsində bizə fayda verər. Gəmi düzəltməyə lazım olan bütün ləvazimət onlardan alınacaqdır. Bu əlaqə həm silah, həm də gəmiçilik üçün lazımdır. Rusiya dövlətinin hüdudu Avropadan şimala, Baltik dənizinə, cənubda isə Qara dənizə qədər olmalıdır. Bunu mühafizə etmək və Rus sərhədini genişləndirmək övladlarımın vəzifəsidir. 9-cu bənddə 1-ci Pyotr daha çox dayanır. Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb İstanbula sahib olan çar, dünyada ilahi çar adlanacaq. Bu məqsədi həyata keçirmək naminə həmişə Osmanlı ilə İran arasında fitnə fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük və kəskin silah, qarşısı alınmaz ordudur. Ümumiyyətlə, Rusiyanın Asiyada nüfuzunu qaldırmaq üçün sünni-şiə məsələsi yaxşı vasitədir. Hər zaman buna çalışıb Osmanlı və İran dövlətləri arasında müvazinəti fitnə fəsadla pozmaq lazımdır. Qoy onlar bir-biri ilə heç cür dil tapa bilməsinlər. İstər İran, istərsə də Osmanlıya Avropa ilə yaxınlaşmağa və təmas tapmağa imkan verməyin. Əgər bir gün bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını başa düşsələr, bu bizə, Rusiyaya böyük zərbə olar. Ona görə də həm Osmanlı, həm də İranın din xadimlərini ələ almaq və onların vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. Daha sonra 1-ci Pyotr din sahəsində öz ölkəsində gördüyü işləri sadalayır. Bizim din adamlarımızın dövlət işlərinə qarışması həmişə Rusiya dövlətinin tərəqqisinə mane olub. Buna görə də mən öz səlahiyyətlərimdən istifadə edərək ruhaniləri dövlət işlərindən ayırdım. Onları adi bir vəziyyətə saldım ki, əl-qol aça bilməsinlər. Mən bunu çox böyük zəhmət bahasına etdim və istədiyimə nail olub ruhanilərin dövlət və millət işlərinin əllərini qısaldıb onları kilsədə məhdudlaşdırdım. Sünni-şiə məsələsindən əlavə cürbəcür tədbirlər lazımdır ki, İran ölkəsi günü-gündən pulsuz və ticarətsiz qalsın. Xülasə, İranı həmişə tənəzzülə sövq edib, tabe halında saxlamaq gərəkdir ki, Rusiya dövləti istədiyi vaxt onu zəhmətsiz məhv edə bilsin. Amma yadınızda saxlayın, Osmanlı dövləti məhv olmadan İranın canını almağımız məsləhət deyildi. Gürcüstan ölkəsi Qafqaz xəttini və İranın şah damarıdır. Rusiyanın neştəri həmin damara yetişərsə, ürəyindən zəif qanı alacaq və onu elə bihal edəcəkdir ki, 1000 əflatun dirilib gəlsə belə İranı islah eləyib sağalda bilməz.
O zaman İran ölkəsi Rusiya şahlarına dəvə kimi iti olacaq və Osmanlının axırıncı şöləsi sönəcəkdir. Yadınızda saxlayın ki, maddi ehtiyaclar bölgəsi olan Osmanlının işini qurtardıqdan sonra İranı çətinlik çəkmədən məhv eləmək və başını kəsmək mümkündür. Ona görə də siz vaxt itirmədən Gürcüstan və Qafqazı tutub İranın daxili hakimlərini mühit etməlisiniz. Bundan sonra Hindistana hərəkət etməli. O məmləkət çox böyük və geniş bir ticarət yeridir. Onu ələ keçirsəniz, İngiltərə vasitəsilə əldə edilən pul və gəlir əvvəlkindən daha çox Hindistandan gələ bilər. Və yenə də bilin ki, hətta Hindistanın açarı Türkiyənin paytaxtıdır. Rusiyanın imperator vəsiyyətnaməsinin hələ 9-cu olan bu bədnindəki sözlərini belə davam etdirir. Nə qədər bacarırsınız Qırğız, Xivə və Buxarı səhraları tərəfindən irəliləyin ki, məqsədinizə yaxınlaşasınız. Vaxt itirməyin. Eyni zamanda tələsmək və əcələ yetməkdən də çəkinin. Üzümüzü qərbə tutanda yadınızda saxlayın. Avstriya dövləti ilə zahirdə dost olmalı və elə bir tədbir görməli ki, Almaniya və Avstriya həmişə qarşı-qarşıya durmuş olsun və get-gedə əldən düşsünlər. Eyni zamanda Avstriya bizimlə olan yoldaşlıqdan fayda götürməməlidir. Avstriyanın başını başqa bir tərəfdə də məşğul etmək və bununla bağlı ona Osmanlı torpaqlarında şirinləndirici bir parça vermək lazımdır. Amma sonra o payı geri almalısınız. Nəhayət, Pyotr vəsiyyətnaməsinin 10-cu bəndinə keçir. Yunanlarla həmişə sülh və dostluq münasibəti saxlamalı. Müharibə zamanı onlar bizə imdad edərlər. Çünki Yunanlar Türkiyədən həmişə zərər görmüşlər. İsveç, Norveç, Osmanlı, İran və Polşanı istila etdikdən sonra İtaliya və Fransa ilə müttəfiq olub əlaqəyə girin. Əgər onlardan hər hansı birisi dostluğunuzu qəbul eləməsə, onda bir vasitə ilə o yeri və əyalətləri məhv edin. Bilin ki, bu yerləri ələ keçirdikdən sonra biz artıq dünya hökmdarı olacağıq. 12-ci və sonuncu bənddə 1-ci Pyotr imperiya fikirlərini belə tamamlayır. Əgər İtaliya və Fransa müharibəni qəbul eləməzsə, onlar arasında elə fitnə fəsad salın ki, get-gedə bu iki dövlətdən biri aradan gedib bərbad olsun. Bütün bu dövlətlərdən sonra qalan hökumətləri də tutub az zəhmətlə torpaqlarını öz məmləkətimizə qatıb, Rus səltənətini möhkəmləndirəcək, Avropa və bütün dünya üzərində hökmranlıq edəcəksiniz. Rusiya rəhbərləri isə 2 əsrə yaxındır ki, canla başla 1-ci Pyotrun vəsiyyətnaməsini həyata keçirmək üçün ciddi cəhdlə çalışırlar. Amma dünya ölkələri bu uzun müddətli siyasi plandan xəbərdar olduqlarından birlik qalxanı yaratmaqla özlərini müdafiə edə və dağılmaqdan, məhv olmaqdan qoruya biliblər. Lakin Rus baş bilənləri hələ də 1-ci Pyotrun bu işə yaramaz vəsiyyətinin arxasınca düşüblər.